Salam. Bu videoda düz prizmanın həcmi mövzusuna baxırıq. Əgər izahların davamlı olmağını istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Başlayaq araşdırma müzakirə hissəsindən. Alıcı kub formasında olan pendirin yarısını kəsməyi xahiş etdi. Satıcı pendiri şəkildəki kimi kəsdi, yəni bu formada. Sualda da deyilir ki, satıcı pendiri belə kəsməklə alıcının xahişini yerinə yetirə bildimi? Gəlin biz əvvəlcə kənarda bir kub təsvir eləyək. Aha. Bu kubun bütün tilləri bərabərdir də, düz deyil. Eni A-dır, uzunluğu A-dır, hündürlüyü də A-dır. Yəni hər bir tərəfi eynidir. Əgər biz bunu bu formada kəssək iki yerə, bunun bu hissəsi də, bu tili də, bu tili də A-dır. Onsuz da kəsilən hissə hər iki tərəfdə eyni olacağı üçün bərabər düşür. Yəni bərabər olmuş olur, yarı bölmüş olur. Bəli. Alıcının xahişini yerinə yetirə bilib satıcı. İkinci sualda isə deyilir ki, alınan hər bir hissənin həcmi ilə kub formasında olan pendirin həcmi arasında hansı əlaqə var? Gəlin kubun həcminə biz V kub deyək. Bunu ikiyə böldükdə biz bu fiquru alırıq. Bu fiqurun həcmi nədirsə, bunu ikiyə vurduqda biz kubun həcmini alırıq. Gəlin bu fiqurun həcminə də biz V hissə deyək. Bu hissələrin arasındakı, kubla bu hissənin arasındakı əlaqə odur ki, V hissə vurulsun 2 bərabərdir V kuba. Əlaqə düsturu olaraq bunu yazmalıyıq. Son sualda isə deyilir ki, pendir tili 20 cm olan kub formasında olarsa, kəsilmiş hissələrdən hər birinin həcmini necə tapmaq olar? Bütün tillər A-ya bərabər olduğu üçün kubun həcmi V bərabərdir A-nın kubu şəklində tapılır. A-mız da 20 cm verib, yəni V bərabərdir 20-nin kubu. O da bərabərdir 800 kub santimetr. Baxaq öyrənmə hissəsinə. Düzbucaqlı paralellepipedin həcmi. Düzbucaqlı paralellepipedin bütün üzləri düzbucaqlıdır. Başqa sözlə, düzbucaqlı paralellepiped oturacağı düzbucaqlı olan düz prizmadır. Düzbucaqlı paralellepipedin həcmi onun eni, uzunluğu və hündürlüyünün hasilinə bərabərdir. Yəni V bərabərdir A vurulsun B vurulsun C. Şəkildə tərəfləri A və B olan düzbucaqlıya paralellepipedin oturacağı kimi baxaraq, bu paralellepipedin hündürlüyünü H ilə işarə edək. Bu zaman düzbucaqlı paralellepipedin həcm düsturunu belə də yazmaq olar. Əvvəl oturacağın, yəni düzbucaqlının sayəsi tapılır. S oturacaq bərabərdir A vurulsun B. Daha sonra isə V bərabərdir S oturacaq vurulsun H. S oturacağın da daxilində A vur B olduğu üçün H-ı da digər düsturda S adlandırıblar. Yenə də yekun nəticə eyni şeyə çıxır. A vurulsun B vurulsun C. Mən tövsiyə eləyərdim ki, S oturacağı ayrı hesablamaqdansa elə əvvəlcədən bu düsturdan istifadə eləyəsiniz. Burada S oturacağın sahəsidir. Məsələn, uzunluğu 8, eni 5 cm, hündürlüyü 3 cm olan düzbucaqlı paralellepipedin həcmi belə tapılır. Əvvəl S oturacağı tapılıb 8 vurulsun 5, 40 kvadrat santimetr. Daha sonra da S oturacaq vurulsun, hündürlüyü 120 kub santimetr. Amma ayrılıqda da yenə də üçünü birlikdə də vurub birbaşa yazmaq olar. Fikirləş hissəsinə baxaq. Tili A olan kubun həcmini tapmaq üçün hansı düsturdan istifadə etmək olar? Mən bayaq bu düsturu sizə verdim. Gəlin bunu kub kimi baxaq, amma hər biri tilinin bərabər olduğunu əvvəlcədən düşünməyək. A vurulsun, B vurulsun, C deyək. Amma biz bilirik ki, bu A da, B də, C də bir-birinə bərabərdir. Yəni, yenə də yekunda hər birinə ya A deməliyik, ya B deməliyik, ya da C deməliyik. Yəni, həcmin düsturu kubda olacaq A kubu. Və yaxud da B kubu və yaxud da C kubu. Amma bu təsvirə əsasən tili əgər A adlandırmışıqsa, V bərabərdir A kub olacaq düsturumuz. Baxaq çalışmalar. Düzbucaqlı paralellepiped və ya kub formasında olan əşyaların həcmini tapın. Mən sadəcə A variantında həm S oturacaq olan, həm də sadəcə ABC olan düsturdan istifadə eləyəcəm. Amma digərlərində yalnız ABC olan düsturdan istifadə eləyəcəm. Gəlin başlayaq A variantından. V bərabərdir. Gəlin birinci S oturacaq olan düsturu tətbiq eləyək. S oturacaq bərabərdir. Enimiz nədir? 8. Yerdə olan düzbucaqlının sahəsini tapırıq birinci. 8 vurulsun, uzunluğumuz da 10'dur. Vurulsun 10. Bərabərdir 80
kvadrat santimetr. V-ni də tapmaq üçün S oturacaq vurulsun hündürlük, yəni 12. 80 vurulsun 12. O da olur 960 kub santimetr. A-da cavabımız oldu 960. Və yaxud da V bərabərdir 8 vurulsun 10 vurulsun 12. Bu da edir 960 kub santimetr yenə də. Keçək B-yə. V bərabərdir nə? 3 vurulsun 8 vurulsun 18,5. Amma rəqəmlər belə mürəkkəb olduqda yenə də ayrı-ayrı vura bilərsiniz. Gəlin əvvəl 8 18,5-ə vuraq. Nə edir? 8 yazaq. Aha. 148. 3-ü də 148-ə vuranda nə edir? 444. B-də də cavabımız oldu 444 kub santimetr. Baxaq C-yə. Aha. Bu artıq kubdur, paralleliped deyil. Yəni burada biz V bərabərdir A kubu düsturundan istifadə eləyəcəyik. 20-nin kubunu tapırıq, yəni 800 kub santimetr. Son olaraq baxaq D-yə. 0,6 vurulsun 1,5. S oturacaq bərabərdir. Bu da bərabərdir 0,9 kvadrat santimetr. Ümumi həcmi də tapmaq üçün bu 0,9-u vururuq hündürlüyə. Yəni 2,3-ə. Cavabı da beləliklə almış olarıq. Amma mən hesablamıram. Keçək ikinci suala. Ölçüləri eyni vahidlərə gətirməklə verilən düzbucaqlı paralelipedin həcmini hesablayın. Seçdiyiniz vahidi əsaslandırın. Nümunəyə baxaq gəlin əvvəl. Paraleliped verilib. Tərəflərin biri metr, digər desimetr, digər isə santimetr formasında verilib. Ən rahat olan vahidi biz baxıb aydınlaşdırmağa çalışırıq. Baxın, metr tamlandı. Desimetr tamlandı. Sadəcə santimetr normal, natural ədəddir. Düz deyil. Deməli, biz burada bilirik ki, bizim üçün rahat olan santimetrdir. Ona görə digərlərini də santimetrə çevirib elə nümunədə. Biz də buna uyğun, yəni seçdiyiniz vahidi əsaslandırın deyir. Bizim əsaslandırmamız olacaq ki, bizə hansı vahid rahatdırsa biz ona çevirməliyik. Gəlin baxaq A variantına. 6 sm, 6 sm 0,6 metr. Biz əlbəttə ki, hansı rahatdır? Santimetr. Ona görə də ikisi santimetrlə verilib, biz metrlə olanı santimetrə çeviririk. 0,6 metr neçə santimetrə bərabərdir? Əlbəttə ki, 6 santimetrə. Elə burada 6 santimetr oldu və biz bildik ki, sən demə bu kubuymuş. V bərabərdir A kubu bərabərdir 6-nın kubu. 36 vurulsun 6 da eləyir 216. Cavabımız oldu 216 kub santimetr. Baxaq B-yə. Bizə verilib 3 kəmiyyət. Desimetrimiz tamlandı, metrimiz tamlandı. Sadəcə santimetrimiz natural ədəddir. Deməli, biz digər iki ədədə santimetrə çevirməliyik. 2,5 desimetr neçə santimetrdir? 25. 0,12 metr neçə santimetrdir? 12 santimetr. B variantını gəlin hesablayaq. B bərabərdir 12, 6 vurulsun 25 vurulsun 12. Bu edir 150. 150'ni də 12'ye vuranda eləyir 1800. Cavabımız olur B variantında 1800 kub santimetr. Baxaq C variantına. C variantında artıq bizdə tərəflər yox, birbaşa S oturacaq verilib. Amma kvadrat metrlə verilib. Biz də rəqəmin kiçilməsi üçün santimetri metrə çevirməliyik. 200 santimetr neçə metrdir? 2 metrdir. 2-ni də 10'a vururuq. V bərabər olur 10 vurulsun 2, 20 metr kub. Baxaq D variantına. 4'də 3 metr, 3 metr, 120 desimetr. Bizə burada rahat olan əlbəttə ki metrə çevirmirik, çünki 4'də 3 bizə sərfəli deyil. 120 desimetri də qısaltmalıyıq. Yox, gəlin metri olduğu kimi saxlayaq. 120 desimetri metrə çevirək. 120 desimetr neçə metrdir? 12 metr. Onsuz da vuranda bu kəsir ləğv olacaq, ixtisar olunacaq. Ona görə də metri çevirməyə ehtiyac yoxdur. 4'də 3 vurulsun 3 vurulsun 12. 4 ilə 12 ixtisar gedir. 12'nin yerinə qalır 3. 3 vurulsun 3 vurulsun 3 də olur 27.
D-nin də cavabı oldu 27 kub metr. Baxaq 3-cü suala. Həcmi və 2 til verilmiş düzbucaqlı paralellepipedin digər tilini tapın. Nümunədə bizə həcm verilib və 2 til verilib. Bizdən 3-cü tili istəyir. Biz nə etməliyik? Vahid həcmi digər 2 tilə bölməliyik. Digər 2 tilin hasilinə. Yəni 20 vurulsun 4-ə. 80-ə 800-ü bölməliyik. Gəlin baxaq bir-bir. A variantı. A variantında həcm 18-dir. Verilən 2 til isə 3 və 2-dir. Gəlin bunların hasilini tapaq. 3 vurulsun 2 bərabərdir 6. 3-cü tili tapmaq üçün sual işarəsi bərabərdir. 18 bölünsün 6, yəni 3. A variantında cavabımız oldu 3 metr. Baxaq B variantına. Həcmimiz nədir? 210 kub santimetr. Verilən tərəflərimiz, tillərimiz isə 10 və 3-dür. Gəlin bunların hasilini tapaq. 10 vurulsun 3 bərabərdir 30. Sual işarəsini tapmaq üçün isə 210-u 30-a bölməliyik. Cavabımız olur 7. B variantında cavab oldu 7 cm. Baxaq C variantına. Həcmimiz 450 kub millimetrdir. Verilən tillərimiz isə 10 və 9-dur. Gəlin bunların hasilini tapaq. 10 vurulsun 9 bərabərdir 90. Sual işarəsini də tapmaq üçün sual işarəsi bərabərdir. 450 bölünsün 90. O da bərabərdir 5. C variantında da cavabımız oldu 5 mm. Baxaq 4-cü suala. Suallara cavab verin. Burada hər bir sualda düzbucaqlı paralellepipeddən bəhs edir deyə gəlin biz burada bir düzbucaqlı paralellepiped çəkək və hər sualda onun üzərində işləyək. Aha. A variantında deyilir ki, hündürlüyü 2 metr, hündürlüyünə deyək 2. Oturacağının sahəsi isə söhbət oturacağından, yəni bu düzbucaqlıdan gedir. Oturacağının sahəsi isə 32 kvadrat metr olan düzbucaqlı paralellepipedin həcmi nə qədərdir? Həcmin düsturu nə idi? V bərabərdir 1 var A vurulsun B vurulsun C. Bir də S oturacaq vurulsun H hündürlük. Bizdə artıq oturacağın sahəsi ilə hündürlük verilib. Ona görə biz burada S oturacaq vurulsun H düsturundan istifadə eləməliyik. O da olur S oturacaq verilib 32. 32 vurulsun 2. Cavabımız olur 64 kub metr. A variantının cavabı oldu 64 kub metr. Baxaq B variantına. B variantında deyilir ki, hündürlüyü 1 desimetr və həcmi 350 kub santimetr olan düzbucaqlı paralellepipedin oturacağının sahəsi neçə kvadrat santimetrdir? Baxın, burada hündürlüyü desimetrlə verib, həcmi santimetrlə və sualımızın cavabını, yəni oturacağın sahəsində yenə də kvadrat santimetrlə istəyir. Ona görə biz hündürlüyü, yəni 1 desimetri santimetrə çevirməliyik. 1 desimetr neçə santimetrdir? 10 santimetr. Gəl hündürlüyə yazaq 10 santimetr. Həcmdə ümumi V bərabərdir. S oturacaq vurulsun H, yəni 10 bərabərdir 350. S oturacaq bərabərdir. Yox, S oturacaq vurulsun 10 bərabər olub 350. S oturacağı tapmaq üçün də 350-ni bölürük 10-a. Cavabımız da olur 35 kvadrat santimetr. B-imizin də cavabı oldu 35 kvadrat santimetr. Baxaq C variantına. C variantında deyilir ki, düzbucaqlı paralellepipedin uzunluğu 12, eni isə 3/2 hissəsinə bərabərdir. Aha. Uzunluğu ona 12 deyilib. Bu hissə yəni 12-dir. Bu hissə. Eni isə uzunluğunun 3/2 hissəsinə bərabərdir. Uzunluğun gəlin 3/2 hissəsini tapaq kənarda. 3 ixtisar gedir, burada qalır 4. 4 vurulsun 2 də olur 8. Enə də yazaq 8. Paralellepipedin həcmi 360 kub metr olarsa, hündürlüyü neçə metrdir? Yenə də düsturu tətbiq edirik. Burada A və B bizə verilib. A nədir? 12, B nədir? 8. Bizə nəyi tapmaq lazımdır? C-ni, yəni hündürlüyü. Bizə həcm də verilib. Həcm nədir? A vurulsun, B vurulsun, C. Həcm verilib 360. Bərabərdir. A verilib 12, vurulsun, B verilib 8. Vurulsun C. Bizə tapmalı olan sadəcə C-dir. C də bərabərdir. 360 bölünsün. 12 vurulsun 8 nəyə bərabərdir? 96. Bölünsün 96. Burada da cavabımız olur. Aha, deyəsən cavabımız tam etmir. Gəlin bunu kəsir formasında yazaq. 360 bölünsün 96.
əgər tam deyilsə, 360 bölünsün 96. Hər iki tərəfi 6-ya ixtisar eləyək. 60 və 16. Yenə də nəyə ixtisar gedir? 4-ə ixtisar gedir. 15 və 4. 15-i də 4-ə böldükdə cavabımız neçə olur? 3 tam 4-də 3. Bu da nədir? 3 tam %75. Aha, paralelepipedin hündürlüyünü də tapdıq. 3 tam %75 metrdir. Keçək digər öyrənmə hissəsinə. Oturacağı düzbucaqlı üçbucaq olan düz prizmanın həcmi. Düz prizmanın həcmi oturacağının sahəsi ilə hündürlüyünün hasilinə bərabərdir. V bərabərdir S oturacaq vurulsun H. Məsələn, oturacağı düzbucaqlı üçbucaq olan düz prizmanın hündürlüyü 8, oturacağının katetləri 4 və 5 cm olarsa, bu prizmanın həcmini belə tapmaq olar. S oturacaq düsturundan, düzbucaqlı üçbucağın sahə düsturundan 2də 1 A vurulsun B-ni tətbiq edirik. Yəni 2də 1 vurulsun 4 vurulsun 5, onu tapırıq. Daha sonra S oturacaq vurulsun H düsturuna da əsaslanaraq 10 vurulsun 8 və beləliklə prizmanın həcmini tapırıq. Baxaq tapşırıq 5-ə. Oturacağı düzbucaqlı üçbucaq olan düz prizmanın həcmini hesablayın. Düsturumuz nə idi? V bərabərdir S oturacaq vurulsun H. Gəlin ilk öncə S oturacağı tapaq. S oturacaq bərabərdir. Düzbucaqlı üçbucağımızın katetləri nədir? 4 və 3. 2də 1 vurulsun 4 vurulsun 3. 2 ilə 4 ixtisar gedir, 2 qalır, 2 vurulsun 3 olur 6. V də bərabərdir S oturacaq, yəni 6 vurulsun hündürlük, yəni 7. A-da cavabımız oldu 42. Baxaq B-yə. Yenə də birinci S oturacağı tapırıq. Katetlərimiz nədir? 5 və 6. 5 vurulsun 6 vurulsun 2də 1. 2 ilə 6 ixtisar gedir, qalır 3, 3 vurulsun 5 olur 15. V də bərabərdir S oturacaq, yəni 15 vurulsun hündürlük, yəni 10. Burada cavabımız olur 150. Baxaq C-yə. Yenə də S oturacaq bərabərdir 2də 1 vurulsun 9 vurulsun 12. 2 ilə 12 ixtisar gedir, qalır 6. Bu da olur 54. V də bərabərdir 54 vurulsun 10. C-də də cavabımız oldu 540. Baxaq 6-cı tapşırığa. Lalə və Samir şəkildəki düz prizmanın həcmini tapmaq istəyir. Kimin fikri doğrudur? İzah edin. Deməli, Lalə deyir ki, prizmanın hündürlüyü 8 cm, oturacağı isə tərəfləri 6 və 10 olan düzbucaqlıdır. S oturacağı da verilən ədədlərə uyğun tapıb. Samir isə deyir ki, prizmanın hündürlüyü 10 cm-dir. Oturacağı isə katetləri 6 və 8 olan düzbucaqlı üçbucaqlardır və o da buna əsasən tapşırığa həll edir. Gəlin biz əvvəl fiqura baxaq. Biz bilirik ki, düz prizmanın oturacaqları düzbucaqlı üçbucaqlardır. Bu fiquru müstəvidə nə cürə yerləşdiririksə yerləşdirək, istər bu düzbucaqlının üzərinə yatırdaq, istər bunun, ya da elə istər oturacaqları üzərində. Bu heç vaxt dəyişməz. Düz prizmanın oturacağı dedikdə biz mütləq düzbucaqlı üçbucaqları nəzərdə tuturuq. Düzbucaqları yox. Lalənin fikrində onun oturacağı güya müstəvidə söykəndiyi düzbucaqlıdır. Amma yox, yəni o istədiyi cürə, istədiyi formada müstəviyə söykənə bilər. Biz ümumi fiqura baxmalıyıq, qaydaya əsaslanmalıyıq. Qayda da nədir? Düz prizmanın oturacağı daima düzbucaqlı üçbucaqdır. Yəni Lalənin fikri yanlışdır. Gəlin baxaq Samirin fikrinə və onun doğruluğunu təsdiq edək. Prizmanın hündürlüyü 10-dur. Bəli, düzbucaqlı üçbucaq oturacaqdır. Gəlin bunu doğru şəkildə çəkməyə çalışaq. Bu formada çəkim. Aha. Baxın bu formada. Bu hissənin hündürlüyü nə verib? 10. Düzbucaqlı üçbucağın katetlərini nə verib? 6 və 8. Prizmanın hündürlüyü 10, bəli. Oturacağı isə katetləri 6 və 8 olan düzbucaqlı üçbucaqdır. Bəli, bu fikir də doğrudur. Buna əsasən də S oturacağı 2də 1 A vurulsun B düsturundan 24 tapıb. S oturacağı V-yə də S oturacaq vurulsun hündürlük, sonra da 240 tapıb. Beləliklə fikrimizdə izah elədik ki, Samir nəyə görə düz deyir? Baxaq 7-ci tapşırığa. Düz prizmanın həcmini hesablayın. Yenə də V bərabərdir S oturacaq vurulsun H düsturundan istifadə edirik. Baxaq A-ya. S oturacaq nədir? Düzbucaqlı üçbucağımızın katetləri 5 və 8-dir. Yəni 2də 1 vurulsun 5 vurulsun 8. 2 ilə 8 ixtisar gedir. Burada qalır 4. Bərabər olur 20-yə.
V də bərabərdir 20 vurulsun. Hündürlüyümüz nədir? 7. Vurulsun 7. Cavabımız oldu 140 A variantında. Baxaq B variantına. B variantında baxın, yenə də deyirəm. Müstəviyə hansı tərəfi ilə söykənmiş olursa olsun, bizim oturacağımız, baxın budur. Düzbucaqlı üçbucağımızdır. Yəni S oturacaq dedikdə biz durub düzbucaqlının sahəsini tapmırıq. Yenə də düzbucaqlı üçbucağın sahəsini tapırıq. Katetlərimiz nədir? 2-də 1 vurulsun 4 və 2-dir. Vurulsun 4, vurulsun 2. 2-lər ixtisar gedir. S oturacağımız olur 4. V də bərabərdir 4 vurulsun. Hündürlüyümüzdə baxın 5-dir. Vurulsun 5. Bərabərdir 20. B-nin də cavabı oldu 20. Baxaq C variantına. Katetlərimiz nədir? Baxın, bir kateti burada verib uzunluğunu. Birini də burada verib. Yəni, bura əgər 4-dürsə, burada 4-dür. Katetlərimiz nədir? 3 və 4. S oturacaq, bərabərdir. 2-də 1 vurulsun, 3 vurulsun 4. 2 ilə 4 ixtisar gedir, burada qalır 2. S oturacağımız oldu 6. V də bərabərdir 6 vurulsun, hündürlük, yəni yenə də 6. C-də də cavab oldu 36. Baxaq D variantına. S oturacaq, bərabərdir. Bir katetimiz 2-dir, digəri isə 1,5. 2-də 1 vurulsun 2, vurulsun 1,5. 2-lər ixtisar gedir. S oturacaq, bərabər olur 1,5-ə. V də bərabərdir 1,5 vurulsun hündürlük, yəni 8. Cavabımız da olur 12. Keçək 8-ci suala. Suallara cavab verin. A variantında deyilir ki, hündürlüyü 6 metr, oturacağının sayəsi 16 kvadrat metr olan üçbucaqlı düz prizmanın həcmi nə qədərdir? Deməli, oturacağının sayəsini, yəni S oturacaq, bərabərdir. 16 verilib. Hündürlüyü isə 6-dır. Və bizdən düz prizmanın həcmini soruşur. Həcmin düsturu da nə idi? S oturacaq vurulsun H. Biz də düsturu tətbiq edirik. Yəni 16 vurulsun 6. Cavabımız da nə eləyir? 96. A variantına cavab oldu 96. Baxaq B variantına. Düz prizmanın oturacağı katetləri 5 və 14 metr olan düzbucaqlı üçbucaqdır. Bu prizmanın hündürlüyü 3 metr olarsa həcmi nə qədərdir? Yenə də birinci S oturacağı tapırıq. 2-də 1 vurulsun. Katetləri bizə 5 və 14 verir. Vurulsun 5, vurulsun 14. 2 və 14 ixtisar gedir. Burada qalır 7. 5 vurulsun 7 də olur 35. Həcmi də 35 vurulsun hündürlük, yəni 3. Cavabımız olur burada 105. B variantında cavabı oldu 105. 96 və 105. Yenə də baxaq öyrənmək hissəsinə. Kuboidlərdən təşkil olunmuş fiqurun həcmi. Bəzi fəza fiqurlarını bir neçə kiçik kuboida ayırmaqla onun həcmini tapmaq olar. Məsələn, şəkildəki fiquru 2 kiçik kuboida ayırmaqla həcmini belə tapmaq olar. Baxın, birləşdirilmiş 2 kuboid verilib, onları ayırıblar və hər birinin ayrı-ayrılıqda həcmini tapıblar. Daha sonra verilmiş bu fiqurun ümumi həcmini tapmaq üçün o 2 kuboidin həcmini toplayıblar və ümumi həcmi alıblar. Buna əsasən baxaq tapşırıqlara. 9-cu tapşırıqda deyilir ki, fiquru kuboidlərə ayırmaqla həcmini tapın. Nümunədə də yenə də 2 birləşmiş kuboid verilib, ayırıblar, hər birinin ayrı-ayrılıqda həcmini tapıblar, daha sonra da toplayıblar. Baxaq A variantına. Gəlin kiçik kubdan başlayaq. A variantı. V kiçik bərabərdir. Düsturumuz nə idi? Baxın, burada hər bir tilin uzunluğu 2-dir. Deməli, bunun düsturu nə olmalıdır? A kubu. Çünki bu kubdur. A kubu bərabərdir 2-nin kubu. Burada bizim həcmimiz oldu 8. V böyükü. İndi gəlin tapaq. Burada da yenə də hər bir tilin uzunluğu eynidir. Bu da kubudur. Ona görə yenə də A kubu düsturundan istifadə eləyirəm. 4-ün kubu. Bu da eləyir 64. V ümumi isə bunların cəmidir. Yəni 64 üzərinə gəlsin 8. Bu da eləyir 72. A variantının cavabı oldu 72. Baxaq B-yə. Yenə də tillərin uzunluğu bərabərdir. Yəni bu kubdur. V kiçik bərabərdir A kubu düsturundan. 1-in kubu bərabərdir 1. Və böyüyə gəlin baxaq. Baxın, artıq burada tillərin uzunluğu fərqlidir. Deməli, bunun həcmini tapmaq üçün S oturacaq vurulsun H düsturundan istifadə eləməliyəm. Və yaxud da yox. A vurulsun, B vurulsun, S. Yenə də eyni şeydir. Gəlin A vurulsun, B vurulsun, S düsturundan istifadə eləyək. 2 vurulsun 4, vurulsun 3. 8-i də 3-ə vuranda eləyir 24. Və V ümumini gəlin tapaq. 24 üzərinə gəlsin 1. Cavabımız oldu B variantında 25. Baxaq C variantına. V kiçik bərabərdir.
Yenə də A vurulsun B vurulsun C. 3 vurulsun 1 vurulsun 2. Və kiçik oldu 6. V böyük bərabərdir. 4 vurulsun 6 vurulsun 4. 16'ını da 6'ya vuranda olur 96. Ve ümumi də oldu 96. Üzerine gəlsin 6. Yəni 102. Cədə cavabımız oldu 102. Baxaq digər məsələlərə. Hündürlüyü 2 metr, oturacağının sahəsi isə 32 kvadrat metr olan düzbucaqlı paralelepipedin həcmi verilən kublardan birinin həcminə bərabərdir. Bu hansı kubdur? Deməli, bu məsələni həll etmək üçün əvvəlcə ölçüləri şərtdə verilmiş düzbucaqlı paralelepipedin həcmini tapırıq, daha sonra kublarınkini. Və ən axırda da bunların həcmlərini müqayisə edirik və bir-birinə bərabər olanı tapırıq. Gəlin hər şərtdəki paralelepipedə baxaq. Deməli, hündürlüyü 2 metrdir. Oturacağının sahəsi, yəni S oturacaq da 32 kvadrat metrə bərabərdir. V-ni də tapmaq üçün S oturacaq vurulsun H, yəni 32 vurulsun 2. Olur 64. Bizim axtardığımız kubun həcmi olmalıdır 64. Gəlin bir-bir kublara baxaq. Kubdur deyə həcmi düsturundan istifadə edirəm. Hansı? Yəni A kubu. V bərabərdir A kubu, yəni 3-ün kubu. Burada bizim kubumuzun həcmi olur 27. Axtardığımız kub deməli bu deyil. Burada isə hər bir tilimizin uzunluğu 4-ə bərabərdir. Yəni burada da 4-ün kubunu hesablamalıyıq. 4-ün kubu da nəyə bərabərdir? 64-ə. Deməli, axtardığımız kub bu kubdur, narıncı kub. Gəlin yenə də yaşıl kuba da hər ehtimala qarşı baxaq. Burada A-mız nədir? 5. V bərabərdir 5-in kubu. Bu da bərabərdir 125-ə. Biz yenə də bildik ki, axtardığımız kub bu deyilmiş. Cavabımız oldu narıncı kub. Baxaq 11-ci məsələyə. Çay qutusu ölçüləri 15, 20 və 10 cm olan düzbucaqlı paralelepiped formasındadır. Şəkildə verilən ölçüdə 3 böyük qutuya cəmi neçə çay qutusu yığmaq olar? Deməli, bizə 3 ədəd böyük qutu verilib və biz hər birinin içinə çay qutuları yığırıq. Bizə də soruşur ki, neçə çay qutusu sığışdırmaq olar bu 3 qutuya. Gəlin birinci biz 1 ədəd böyük qutunun həcmini tapaq. V böyük qutu bərabərdir. A vurulsun B vurulsun C düsturundan istifadə edirik. Yəni 50 vurulsun 60 vurulsun 80. 50 vurulsun 80 eləyir 400. 400 vurulsun 60 da olur 24.000. Bir ədəd böyük qutumuzun həcmi oldu 24.000 kub santimetr. Və bizdə bu qutudan 3 ədəd var. Ona görə bunu da vurmalıyıq 3-ə. 24.000 vurulsun 3. Bu da olur 72.000. Bizim sığışdıra biləcəyimiz, yəni ümumi həcmimiz oldu 72.000. Gəlin indi biz kiçik çay qutularının həcmini tapaq, sadəcə birinin. Və kiçik qutu bərabərdir 15 vurulsun 20 vurulsun 10. 15-i 20-yə vurduqda olur 300, 300-ü də 10-a vurduqda 3000. Bir kiçik çay qutusunun həcmi də oldu 3000 kub santimetr. Ümumi həcmimiz, yəni yerimizdə 72.000 santimetr olduğuna, kub santimetr olduğuna görə bunu da bir-birinə bölüb neçə çay qutusu sığışdırmaq olar tapırıq. 72.000 bölünsün 3000. Sıfırlar gedir. 72 bölünsün 3-də nə olur? 24. Deməli, 3 belə böyük qutuya 24 ədəd çay qutusu sığışdırmaq olar. Baxaq 12-ci suala. Şəkildəki hər iki düz prizmanın həcmi bərabərdir. Paralelepipedin hündürlüyü neçə santimetrdir? Bizdə hündürlüyü bilinməyən paralelepiped budur. Yəni, bu hissəsini biz bilmirik. Bunu həll etmək üçün nə etməliyik? Əvvəlcə bu prizmanın həcmini tapmalıyıq. Daha sonra da bu həcmi 25 və 12-nin hasilinə bölməliyik. Gəlin bunun həcminə V1 deyək. V1 bərabərdir. S oturacağı ilk öncə tapaq. S oturacaq bərabərdir 20 cm olsun 30 cm. 600. V də bərabərdir 600 vurulsun 10. Həcmimiz oldu 6000. Sual işarəsində tapmaq üçün bərabərdir. 6000-i bölürük 25 və 12-nin hasilinə. Nəyə görə? Çünki burada da düsturumuz nədir? A vurulsun B vurulsun C. Həcmlərinin bərabər olmağından V-miz bilirik ki 6000-dir. A-mız və B-miz də artıq verilib. Baxın 25 və 12. C-ni tapmaq üçün sadəcə eləməli olduğumuz şey 6000-i 12 və 25-in hasilinə vurmaqdır. Bölməkdir daha doğrusu.
25 və 12-nin hasili eləyir 300. 6000 də 300-ə bölürük. Sıfırlar gedir. 60-da 3-ə böləndə olur cavabımız 20. Yəni sual işarəmiz, yəni bu prizmanın hündürlüyü olur 20 sm. Cavabımız oldu 20. 13-cü sualda deyilir ki, kuboid formalı akvarium hündürlüyünün 5-də 4 hissəsinə qədər su ilə dolduruldu. Gəlin hansı hissəsinə qədər su ilə doldurulduğunu tapaq. Akvariumun hündürlüyü bizə verilib ki, 20 sm-dir. O isə 5-də 4 hissəsinə qədər doldurulub. Yəni 20-nin 5-də 4 hissəsini tapaq. 20 vurulsun 5-də 4 bərabərdir. 5 ilə 20 ixtisar gedir, burada qalır 4. 4 vurulsun 4-də 16. Bu hissə ümumi hündürlük 20-dirsə, baxın bu su ilə doldurulduğu hissəyə qədər. Yəni bu hissədə olur 16 sm. Soruşulur ki, akvariumda suyun səviyyəsi hansı hündürlükdə oldu? Cavabımızı aldıq 16. Akvariumda neçə kub santimetr su var? Kub santimetr su, neçə kub santimetr su olduğunu tapmaq üçün də akvariumun həcmini yox, suyun hündürlüyünə əsaslanaraq onun suyun həcmini tapmalıyıq. Yəni hündürlüyü 16 götürürük, uzunluğu 1, eni isə 30 sm. Bizə santimetrlər rahat olduğu üçün 1 metrdə gələn santimetrə çevirək, nə olur? 100 sm. Elə sualımızın cavabında bizdən kub santimetrlə istəyir. V bərabərdir. Yenə də A vurulsun, B vurulsun, C düsturundan istifadə edirik. 16 vurulsun 30, vurulsun 100. 16-nı 30-a vuranda eləyir 480, 480-də 100-ə vuranda eləyir 48.000. Cavabımız da oldu 48.000 kub santimetr su var akvariumun daxilində. Baxaq 14-cü məsələyə. Şəkildə düzbucaqlı paralellepiped formasında olan kərpicin ölçüləri verilmişdir. 4 belə kərpicdən alınan fiqurun həcmi nə qədərdir? 2 fərqli üsulla hesablayın. Gəlin ilk hala gələn üsulu birinci tətbiq eləyək. Yəni bir kərpicin həcmini tapırıq, daha sonra onu 4-ə vururuq ki, bu fiqurun həcmini tapaq. V kərpic bərabərdir. Yenə də A vurulsun, B vurulsun, C düsturundan istifadə edirik. 5 vurulsun 20, vurulsun 10. Eləyir 1000. 4 belə kərpicin həcmi nə olacaq? 4 vurulsun 1000. Yəni 4000 kub santimetr. Cavabımız 4000'dir. Amma ikinci üsulumuz nədir? Baxın, burada bir kərpici daha yerləşdirmək üçün bir yer var. Əgər burada bir kərpici də olsaydı, həcmimiz nə olacaqdı? 5 kərpicdə, yəni 1000'i biz 5'ə vuracaqdıq. Amma ikinci üsul olaraq, orada bir kərpicin olduğunu təsəvvür eləyək və 1000'i 5'ə vuraq. Daha sonra, orada bir kərpici yoxdur axı. Oradan da bir kərpicin həcmini çıxırıq. İkinci üsulumuz da budur. 5000 çıxılsın 1000 də oldu yenə də 4000. Cavabımız oldu 4000. Bugünlük bu qədər idi. Sağ olun.